artıq Rusiya mətbuatı Azərbaycana qarşı hücuma keçib. Səhər saatlarında. Mən səhər saatlarında. Dünən axşamdan, gecədən Solovyovun dəstəsi başlamışdı dünən. Hələ bu mətbuatla məhdudlaşmayacaq. Yəni biz buna hazır olmalıyıq və bunu elə belə indi biraz da bayrama köklənmişik deyə, 9 maydır deyə. Yəni biz bunu sıradan adi bir hadisə kimi qarşılamamalıyıq. Çünki bir söz deyəcəm. Yəni bunu çox ciddi, yəni istəyirəm buna yanaşasınız o nöqteyi nəzərdən ki, bəlkə də orada oturan 10 dövlət başçılarından daha önəmlisi Putin üçün bu günləri İlham Əliyevin orada olmağı çox vacib idi. Yəni onun o imic baxımından, nəyə görə deyirəm imic baxımından? Ona görə ki, orada elə şəxslər vardı ki, heç onun varlığı ilə yoxluğu. Çin rəhbərinə çıxsaq, Çinli çıxsaq, Xi Jinpinglə, deməli Tokayev oradaydı, sonra Lukashenko oradaydı. Amma yenə MDB məkanında, yəni Azərbaycan dövlət başçısının orada olmağını çox arzuluyurdu və burada Vüqar müəllim də dedi, xeyli elçilər gəlmişdi. Ən maraqlısı bilirsiniz nədir? Sonuncu elçi Vučić idi, biləsiniz. Aleksandr Vučić, Serbiya prezidenti Bakıya elə belə gəlməmişdi. Ay nə bilim, orada nə bilim təhlükə var, təyyarə Bakıda oturub. Necə olur, təhlükə Çin prezidenti üçün yoxdur. Ermənistan prezidenti üçün yoxdur, Tokayev üçün yoxdur, Japarov üçün yoxdur və yaxud da ki, digərləri üçün yoxdur, Vučić üçün vardır. Siz bilirsiniz, Vučić Putinə çox yaxın, yəni şəxslərdən Fico'dur, Vučićdir, elədir də Natibə. Yəni mən şəxsən elə düşünürəm, elə hiss eləyirəm və görürəm. Amma yəni məlumat var idi, Vučićin səhhətində çox ciddi problemlər var idi. Amma Moskva yəni hətta onu da bu işə saldı. İndi Vüqar müəllim burada dedi, yəni bütün Rusiyanın patriarxı, Moskva deməli patriarxı Kiril, o da yadınıza gəlirsə prezidentlə görüşəndə ki, ya встретился с Владимиром Владимировичем, от него большой привет и с нетерпением ждет вас в Москве. Belə bir söz işlətdi. Yəni Kiril də bura indi bilirsiniz 6 il bundan qabaq gəlmişdi, Azərbaycana gəlmişdi. İndi səfərin də məhz parad öncəsi salması da təsadüfi deyildi. Mən hesab edirəm Azərbaycan prezidenti çox düzgün qərar verdi, getmədi. Hərbiçilərlə bağlı mən indi qarşıdakı dəqiqələrdə deyəcəm, bizim o qəhrəman əskərlərimiz 80 nəfərdən ibarət. Açılır, bunu düzəldin ki, mən görməyəm. Deməli, bizim haqqımız idi orada, yəni o paradda iştirak eləmək. Çünki Azərbaycan 300 min vətəndaşını qurban verib bu savaşda, 600 mindən artıq insanımız bu müharibədə iştirak edir. Burada bir dənə sevkinizə qüvvət verir mənada. 300 mini gəlin belə eləyək. O dövrdə Azərbaycan əhalisi 3 milyondan biraz artıq idi. 10% eləyir. 10% adamımız bizim iştirak və şəhid olan insanlar və bunu götürsək Avropada, tutaq ki, Amerika Birləşmiş Ştatları bayram edir 8-də Trumpın qərarı ilə. Onlardan çox bizdən insan çox ölür. Amerika Birləşmiş Ştatlarından çox 250 min yaxın, 230 min onların insan ölüb, həlak olub. Ondan çox Azərbaycan. Təsəvvür edin, əhali sayına götürmək lazımdır. Ən çox bəlkə də keçmiş SSR-də əhali sayına götürsə, ərazi götürsə, ən çox həlak olandan sayı Azərbaycandadır. Amma Bakını da qiymətləndirmədilər. Yəni bilirsiniz, dəfələrlə onu məsələ gündəmə gəldi. Bəli. Volqograda, nə bilim Leningrada ayrı-ayrı şəhərlərə verdilər, amma Bakını layiqincə qiymətləndirmədilər. Ən çox haqqı olan şəhərə. Baxın, bir misal da gətirim. Baxın, uzun illərdən sonra biz savaş apardıq. Həzi Aslanovun ikinci dəfə Sovet Vay Qəhrəmanı adının, yəni biz müstəqillik dönəmində biz bu məsələni qaldırdıq və təsdiqini tapdı ki, həqiqətən də o vaxtı o iki dəfə Sovet elədir də? Bəli. Bagramiyan kimi orada şərəfsizlər üz istəyirəm. Və Bagramiyan imkan vermirdi. Onun ölümündə də Bagramiyanın əli olduğu bilinir. Orada da erməniləri. İndi Zaur bəy, siz qeyd elədiniz, mən şəxsən gözləyirəm, Azərbaycanla bağlı çox çirkin kampaniyaya başlayacaqlar. Zaten yadınıza gəlir, ötən həftələrdə, biraz bundan əvvəl, elə dekabr ayında da o təyyarə qəzasından sonra, qəza yox, terror aktından sonra, bizim təyyarəyə qarşı terror aktından sonra hansı çıxışlar var idi? Amma mən sizə deyim ki, o jurnal idi. İndi film indi olacaq ki, Rusiyanın imici baxımından Azərbaycan yəni o tədbirdə iştirak eləmədi. Sözsüz ki, indi qarayaxmalar başlayacaq. Azərbaycan insanına qarşı
təzyiqlər başlayacaq Bəli. və Azərbaycan səfirliyinin üzərinə çox böyük məsələ düşür. Birisi nəyə görə deyirəm? Bəli. Yekunlaşdırıram. Diskussiya formatında danışaq. Deməli, Bəli. bizim Milli Məclisin üzvü Azər Badamovun geri qaytarılmasında mən hesab edirəm ki, səfirlik orada prinsipiallıq göstərməli idi. Səfirlik düzdür bizim hərbiçilərlə görüşürdük. Səfir həmin günlərdə, həmin saatlarda, amma mənə elə gəlir ki, bu məsələ sıradan adi bir məsələ deyildi. Yəni biz o məsələdə prinsipiallıq göstərməli idi və onlar bilməli idilər ki, Azərbaycanın gücü nədir. İndi gələk Rusiya-Azərbaycan münasibətlərini bugünkü vaxtla mən hörmətli Üzeyir bəylə razıyam Daimi ki, bəyənək dostlar. bəli, indi bəzi hücumlara da hazırlaşmaq lazım mütləq. Çünki Rusiya zaten zəncir çeynir. 2020-ci ildə Azərbaycanın 44 günlük savaşında bəyəm Şuşanın alınması, Azərbaycan ordusunun, Azərbaycan əskərinin qəhrəmanlığı ilə alınması Rusiyanın xoşuna gəldi. Bugün hələ prezidentin Şuşaya səfər etməsi də bəlkə də ona bir cavabdır, ona bir Təsəvvür elə bu mesaj. adamlar deyirdilər ki, İlham Əliyev Putinlə anlaşıb. Bəli. Bax, bu- Hətta həmin gecə uçan yaxşı hatırlayıram. raketləri gördük, provokasiyaları gördük, İskəndərləri Bir gördük. son nə deyirəm? Üzr istəyirəm. Buyurun. Deyirəm, anlaşıb, razıyam sizinlə. Yenə böyük bacarıq deyilmi bu? Hətta güllə atmadan da alıbsa lap Ən yaxşı. pisini də- Amma güllə də atıb axı. Sizin işinizi deyirəm, Ha. ən pisini deyirəm. Buna bacarıq lazımdırmı? Ya, Amma axanlaşmayıb. İnsan milli siyasət 23-cü keçirir. ildə antiterror əməliyyatı zamanı Zatulin bugün onu da hatırlatdı. Bəli. Dedi ki, Azərbaycan Rus sülh məramlarına rəğmən o əməliyyatı həyata keçirdi. Və amma onu etiraf eləmədi ki, Rus sülh məramları orada müqavimət göstərmək istədilər. Erməniləri qorumaq istədilər. Azərbaycan ordusu da bastı keçdi. Düz də elədi. Bir cümlə də əlavə edeyim. Siz o işləri hamıdan daha yaxşı yaxşı bilirsiniz. bilirsiniz. Bəli. General Volkov, yəni orada bizim hərbiçilərə qarşı artıq əskeri hərəkət eləmişdi və bizim xüsusi təyinatlılar generalın qolun qıçını buraraq, yəni onu tarixdə görüm, bəli, Rusiya sülh Mən məramlarının ilk dəfə eşidirəm bunu. belə ilk dəfədə elə sizin verilişdə səsləndirirəm ki, yəni ona elə bir yeri göstərmişdilər ki, bir də səsini çıxartsın, sənin üçün daha ağır nəticələr olacaq. Onun da mavinlərindən biri də müqavimət göstərərkən də O bizim antiterror əməliyyatı əməliyyatı zamanı. bəli. Yəni bu hadisə olub, bizim qəhrəman əskərlərimiz Rus generalının əlin qolun bağlayıb və yola salıblar. Yəni bunu düzdür o vaxtı biz geniş işıqlandırmadıq. Yəni o Təbii. yəni amma üstündən bəli Zaur bəy. Ona görə o qəzəbli idi. Bizimkilərə qarşı çox qəzəbli idi. Zaten düz də eləyiblər. Bilsin nəyə görə? Çünki bizim hərbiçilər tapşırıq almışdılar və tapşırığı icra eləyirdilər. Amma Rus sülh məramlısı orada gəlib vəziyyətə kömək etməyə əvəzinə bizimkilərə mane olurdu. Natiq bəy demişkən, separatçıların sifarişinə oturub dururdular. Bu günləri Arayik Harutyunyan və Bako sakinlər nələr danışırlar? Çox şeylər Orada düşərgələr yaratmışdılar. Hətta uşaqlara belə təlim keçirdilər və bunu fəxrlə Zvezda kanalı var da, bilirsiniz. Bəli, hərbi kanallar. Hərbi kanal. Orada fəxrlə reportajlar var da, hələ də ki silinməyib onlar. Göstərirdilər ki, yay düşərgəsində 21-ci ildə, 22-ci ildə erməni uşaqlarına bunlar təlim keçirdilər. Necə vuruşmaq lazımdır. Ruslar keçirdilər bu təlimi. Yəni onlar orada daimi qalmaq istəyirlər. Hədiyyə paylayırdılar. Bəli, orada birdəfəlik hərbi baza yaratma, Azərbaycana və Ermənistana, Cənubi Qafqaza büstlər, Bəli, kilsələr tarixi- orada nələr yaradır. muzeylər. Bax mən nəyə görə bunları Getmək üçün xatırlatdım? gəlməmişdilər, əslində. Tamamilə haqlısınız. Mən bunları niyə ardıcıllığı, xronologiyanı sadaladım? Çünki Rusiyanın Azərbaycana münasibətinin dəyişməsi oradan başlayır. Və Azərbaycanın məcburi belə deyək də məcbur qalmasından başlayır. Azərbaycanın atdığı addımlarla bunu udmaqdan məcbur qaldılar sadəcə. Burada Türkiyə faktoru varmı? Təbii ki var. Azərbaycanın özünün faktoru varmı? Təbii ki var.